Sizinlə bir məsələni bölüşəcəm. Mən şəxsi həyatımda etdiyim və son vaxtlarda bir çox insanların əziyyət çəkdiyi problemlərdən biri də diqqət dağınıqlığı. Və bunun əsas səbəblərindən biri də insanın diqqətini dağıdan vasitələrin ətrafımızda çox olmasıdır. Biz necə edə bilərik ki, diqqətimizi dağıdan vasitələrdən uzaq olaq və yaxud da ümumiyyətlə diqqət dağınıqlığını müəyyən qədər azaldaq. Bu əslində bizim iş həyatımızda və yaxud da şəxsi həyatımızda da özünü göstərir. Bir işi görürük və axıra qədər çatdıra bilmirik. Orada səbirsizlik edirik və yaxud da unutqan oluruq. Hansısa etməli olduğumuz işlər var, etmək yadımızdan çıxır. Bu kimi əlamətlər də əslində diqqət dağınıqlığının göstəricisidir. Təbii ki, burada müəyyən pozuntular nəticəsində yaranan dağınıqlığı nəzərdə tutmuram. Günlük həyatımıza təsir göstərən, beynimizin həddindən artıq stimula məruz qalması nəticəsində yaranan diqqət dağınıqlığından söhbət edirəm. Burada əsas məqamlardan biri insana gələn o artıq stimulları müəyyən qədər tənzimləməkdir. Bunu necə edə bilərik? Məsələn, sosial şəbəkələrdə düşünürəm ki, hər kəs bundan istifadə edir. Ən azı bir sosial şəbəkəmiz var və burada müəyyən bildirişlər olur. Deyək ki, alış-veriş proqramımız var. Temu, nə bilim, Trendyol və digər, yəni bu kimi. Oradan həmişə bizə bildiriş göndərirlər. Bu qədər kupon qazandın, nə bilim, bu məhsul endirmə düşdü. Baxın, o bildirişlər sizin üçün adi görünə bilər, amma bizim beynimiz daim axtarışda olduğuna görə siz hansısa bir işlə məşğul olanda oradan gələn xırda bir bildiriş sizi narahat edir. Daha doğrusu beyninizə bir məlumat göndərir ki, orada nəsə ola bilər və avtomatik siz ona yönəlirsiniz. Özünüzü iradi olaraq tənzimləməyə çalışsanız belə, yenə də fikriniz orada qalır müəyyən qədər ki, görəsən orada nə var idi ki, mənə oradan bildiriş gəldi. Və yaxud da Instagram bildirişləri ola bilər bu, YouTube'dan hansısa bir bildiriş gələ bilər, WhatsApp mesajları ola bilər. Ona görə sizə tövsiyəm odur ki, əgər vacib bir iş adamısınızsa, iş üçün istifadə etdiyiniz proqramları açıq saxlayın. Digər proqramların hər birini səssiz eləyin. Özünüz də görəcəksiniz ki, bu sizə nə qədər faydalı olur. Mən bunu artıq 2 ildən çoxdur demək olar ki, etmişəm. Instagram bildirişlərim bağlıdır, TikTok bağlıdır, YouTube bağlıdır. YouTube'da heç bir kanalda bildiriş zəngini vurmamışam deyə orada mənə bildiriş gəlmir. Ancaq o səhifəmdə kimsə nəsə yazanda o gələ bilir. Bir də başqa heç nə. Instagramda bağlamışam və heç bir paltar aldığım, alış-veriş etdiyim proqram da açıq deyil. İnanın ki, insan beyni o qədər rahatlayır ki, bu stimullardan uzaq qaldığına görə. Bu sadə bir texnikadır, amma düşünürəm ki, günlük həyatınızda tətbiq edərək faydasını görə bilərsiniz. Diqqət dağıdan vasitələrdən biri odur. Digəri isə təbii ki, beynimizi daha çox reels izləməyə fokuslamağımız, qısa videolar izləməyə daha doğrusu fokuslamağımızdır. İnsan nəyə daha çox fokuslanırsa, beyin ona alışır bir müddətdən sonra. Biz qısa müddətli videolar izləməyə başladığımız müddətcə beynimiz uzun müddətli işlərə fokuslanmaqda çətinlik çəkir. Məsələn, mən özüm də əvvəllər qısa reels videoları daha çox izləyirdim və bunun mənə təsirinin o qədər də fərqində deyildim. Müəyyən müddət gördüm ki, mən əvvəllər məsələn hardasa 20-21 yaşlarımda 4-5 saatlıq dərs videolarına baxırdım, oradan qeydlər aparırdım. Özdə adətən türk dilində alırdım yəni o dərsləri. Dayanmadan 4-5 saat onu dinləyib qeydlər aparmaq. Arada indi 5-10 dəqiqə fasilə ola bilər, normaldır. Sonra gördüm ki, mən onu eləyə bilmirəm. Yəni, bir müddət keçəndən sonra mən fokuslaşa bilmirəm. Sanki dərsə baxanda nəyəsə yenə baxmağa ehtiyac hiss edirəm. Bunun səbəbini aydınlaşdıra bilmirdim. Axırda şəxsi inkişafla bağlı araşdırma edəndə gördüm ki, həqiqətən də reels izləmək insan beyninə çox zərərliymiş. Və mən qısa müddətli videolara baxmışam deyə, artıq uzun müddətli videolar mənim beynim üçün sıxıcı gəlir. Bu səbəbdən dolayı qısa reels videolar izləməyi azaldın. Özünüzə vaxt qoyun. Mən demirəm ki, heç izləməyin. Yox. Məsələn, mən özüm də Instagram hesabımda, YouTube hesabımda reels videoları çox paylaşıram. Sadəcə məlumat xarakteri paylaşıram. Orada sizi düşündürən məqamlar qoyuram ki, yəni o düşündürücü məqamlarda beyniniz nəyəsə fokuslansın. Həmçinin sizə praktik məlumatlar ötürülsün. Burada söhbət hansı videolardan gedir? Məsələn, blogerlərin paylaşdığı hansısa belə gəzinti videosu ola bilər və yaxud da
yemək videosu ola bilər. Kiminsə nəsə etdiyi boş mənasız işlə məşğul olduğu bir gülüş videosu ola bilər. Bunlara qədərində baxmasaq beynimiz kütləşir. Bir növ istifadə olunmamış dəmir kimi paslanır. Bu səbəbdən də diqqətinizin düzgün yerə fokuslanmağını istəyirsinizsə, daha çox uzun müddətli fokuslanmasını istəyirsinizsə ki, vacib bir işi görəndə sıxılmayasınız. Həyatınızdan bu kimi şeyləri azaltmağı tövsiyə edirəm. Özünüz faydasını görəcəksiniz. Mən özümün şəxsi həyatımda görmüşəm. İndi saatlarla oturub dərs izləyə bilirəm. Mən demirəm ki, hamısını birdən eləyin. Yox, yavaş-yavaş. Məsələn, hər gün 30 dəqiqə izləyirsinizsə, bugün onu limitləyib qoyun 25 dəqiqəyə. Səhərsi gün 20 dəqiqəyə. Bu şəkildə davam eləsəniz bir müddətdən sonra faydasını görəcəksiniz. Çox sağ olun, təşəkkür edirəm videomu bura qədər izlədiyiniz üçün. Əslində mövzu genişdir, amma ağlıma gələn iki məqamı qeyd elədim. Növbəti videoların nə haqda olmasını istəyirsinizsə burada qeyd edin. Mən ona uyğun da video hazırlayaram sizin üçün.